Salam, sabahınız xeyirli olsun dəyərli izləyicilərimiz, xoş gördük sizi. Elm və Təhsil Nazirliyinin dəstəyi Alqoritmika Beynəlxalq Riyaziyyat və Proqramlaşdırma Məktəbinin təşkilatçılığı ilə həyata keçirilən Məktəblilər Arası Milli Hakaton 2025 layihəsinin bugün artıq final turuna, final mərhələsinə start verilib və məlumat üçün bildirim ki, final mərhələsi 3 gün ərzində davam edəcək. Yəni bugün 28 noyabr, 29 və 30 noyabr tarixlərində təşkil olunacaq və 1 dekabr tarixində isə rəsmi mükafatlandırma mərasimi olacaq. Qeyd edim ki, bu yarışmanın təşkilində məqsəd şagirdlər arasında innovasiyaya olan marağı daha da təşviq və təbliğ etmək, eyni zamanda texnologiya olan maraqlarını biraz daha artırmaqdır. Və ümumi məlumatları almaq üçünsə mən yaxınlaşacağım Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdiri Nilüfər xanım Rəhimovaya. Nilüfər xanım, xoş gördük, sabahınız xeyir. Xoş gördük, təşəkkür edirəm. Ölkə üzrə şagirdlərin rəqəmsal bacarıqlarının artırılması, eyni zamanda proqramlaşdırma üzrə biliklərinin yüksədilməsi istiqamətində mart ayından etibarən müvafiq əmrə əsasən məktəblər arası milli hakaton təşkil edilir. Qeyd edim ki, 4 mərhələdən ibarət olan hakatona ümumilikdə 300 mindən çox şagird qoşulmuşdur və bu günləri artıq final mərhələsidir. 3 gün ərzində 300 nəfər finalçı yarışacaq. 1 dekabr isə 30 nəfərə yaxın qalibin müəyyən olunması planlaşdırılır. Nilüfər xanım, 30 nəfər bir kateqoriya üzrə yoxsa müxtəlif kateqoriyalar üzrə? Müxtəlif kateqoriyalar üzrə qeyd edim ki, bu 3 gün ərzində şagirdlər müvafiq texniki tapşırıqlara uyğun olaraq mentorların da dəstəyi ilə bu müddət ərzində çalışdıqları və əldə etdikləri biliklərə əsasən IT məhsul yaradacaqlar və buna əsasən 30 noyabr tarixində final mərhələsinin son günü olaraq jurilər, yəni münsiflər heyəti müvafiq qiymətləndirmədən sonra qaliblər müəyyənləşdiriləcək. Çox təşəkkür edirik sizə, çox sağ olun. Dəyərli izləyicilərimiz, bir daha qeyd etmək istəyirəm ki, mənim yanımda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdiri Nilüfər Rəhimova idi ki, o daha ətraflı məlumatlar verdi və bir daha qeyd etmək istəyirəm ki, bizim canlı yayımlarımız, ara sıra bağlantılarımız olacaq və şagirdlərimizlə həmçinin həmsöhbət olacağıq. Bizdən hələlik bu qədər, görüşmək ümidi ilə.